kızlar, sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Nətərsiniz ay qızlar, neyinirsiniz? İnşallah ki, yaxşı olun. Şükür, mən də yaxşıyam. Bildiyiniz kimi neçə gündür video çəkə bilmirəm qızlar. Üstünüzə, canınıza, başınıza sağlıq. Biraz narahatam. Heç nəsə bu arada enerjim yoxdur video çəkməyə. Elə bil cin qarğıyıb mənə. Video falan çəkə bilmirəm. Əlimə telefon almaq istəmirəm ümumiyyətlə. Ona görə də video çəkə bilmirəm. Həmişə elə oluram. Video çəkirəm, 1-2 ay ardıcıllıqla, həvəslə çəkməyə başlayıram. 1-2 aydan sonra həvəsdən düşürəm. Niyə belə olur bilmirəm. Enerjim düşür. İnşallah ki, yaxşı olar, hər şey normaya düşər qızlar. Bilmirəm, taqqıltı səsimdən səsim nətər düşür, telefonda eşidilir ya eşidilmir. Qızlar, keçən vloglarımda demişdim, taxtanı papam gəlmişdi vurmağa, o da papam tərs üzünə elə bir taxtaları düzdü, maketini aldırdı ki, biraz qurusun, sonra gəlib vuraram. Özümün də hövsələm çatmır, istəyirəm tez olsun usta işləri. İndi gəlib papam yavaş-yavaş otaqlardan başlayıb vurur taxtanı, bir də çatmayan taxtamız var. Belə fikirləşdim ki, 2 dənə otağımız qalırdı, taxtasız. Yəni, əlim bulamışkən dedim, əşi də bura qədər gəlmişik. Yəni, borc xərcdə olsa, nə də olsa, yəni, bir tər eləyim. Heç olmasa o 2 dənə otaqlarda aradan çıxsın. İnşallah ki, yaxşı olar, Allah böyükdür. 2 dənə otağa taxta çatmır, dediyim kimi. İndi çayımı içim, biraz bozbaş eləmək istəyirəm, əsi üstünə asım. Ondan sonra gedək material satılan yerə görək, əgər imkan eləyə bilsək, 2 dənə otaqların taxtalarını da alaq gətirək. İnşallah o da vurulsun. Heç olmasa bilərəm ki, yəni bir taxta işindən biraz da olsa, yəni yüngülləşmişik. Əslində alsam da yenə də çatmır taxta. Ən azından bilərəm ki, yəni 3 otaq, 1 zal hazırdır. Yenə tam hazır olsa, baxmayın da, yenədən biraz ürəkli olar. Bildiyiniz kimi hər yerdədir. Yəni, bir dənə otaq yoxdur ki, deyiləsi ki, bir dənə otaq tam təmirlidir, biz burada yaşayırıq. Elə bir şey yoxdur. Ona görə də dedim də, yəni, bura qədər gəlmişəm. Boş xərcdə olsa, nə olsa da, bunu davam eləməliyim. Ona görə gedək taxta alaq gələk, inşallah. Yəni, zala gətirir, heç olmasa, taxtalansın. Geri qalanda Allah kərimdir. İnşallah ki, yavaş-yavaş yaxşı olar. Belə. Çayımı içim, işlərimə başlayıram, qızlar. Bunu asım üstünə biz gələnə qədər burada qaynasın. Gələndən sonra davamını bişirərəm. Qızlar, baxın, kuxna üçün olan kafellər var, hamam üçün olan kafellər var. Qəşəng. Allah qismət eləsin, hər kəs ürəyi istəyən kimi alsın, evin eşiyini bəzəsin. Bu da həyət üçün olan kafeldir. Həyət üçün. Bilirəm. Bizlə almışdıq da, bunlar hamam üçün. Bəs kuxna üçün olanlar haradadır qardaş? Bildim. Deməli, o mən istədiklərimdən yoxdur burada hələ ki. Baxın, bunlar ancaq mətbəx üçün olanlardır. Mətbəxə ancaq bunlar gedir. Bunlar da hamam üçün olanlar, dedim bayaq. Bunlar hamısı hamam üçündür, qızlar.
Hər qiymətə var. Allah hər kəsin istədiyi arzularına çatdırsın. Baxlar da qəşəkdir. Həyat üçün. Orada qəşəkdir. Belə. Bax, onun qarası da var belə. Bir də qızıl rəngi var. Zal üçün. Dörd küşləri də var. Biraz balacalar da var, biraz böyüklər də var. Baba, maşını biləndə maşını. Qızlar, papamla gəlmişəm bura. Evə bəzi lazımlı oyunlar var. Mən də baxmağa gəlmişəm. İstədim sizin üçün qəşəng çəkilişlər eləyəm. Baxın qızlar, qəşəng. Belə mebellər var. Sonra tuj başlıqları. Baxın belələri də var. Bilənlər bilir qızlar. Bilməyənlər üçün çəkirəm. Baxın, bu tujlardan xoşum gəlir inşallah. Allah qismət eləsin. Bunlardan alacağım. Sonra baxın, belə qəşəng krant başlıqları var. Hamısında qiymətləri maşallah olsun. Sonra belə. Qəşəng belə duşakabin var. Pul olsa hər şey var bizdə. Hər şey. Allah hər kəsə istədiyi imkanı yetirsin. Hər kəs nəyi istəyir, onu da alsın, evini, eşiyini bəzəsin. Bunlardan xoşum gəlir. Əslində bunlar yaxşıdır ki, baxın, yerə də dəymir, su dəymir. Açılmadı qızlar. Belə, bu da sürmə adı deyəsən. Balaca da belə sürməsi var. Bizə inşallah bunlar təmirdən sonra lazımdır. Hələ bizdə heç hamamda, ayaq yolunda da təmir yoxdur. Bu da qəşəkdir, balacadır. Çox qəşəkdir. Qapılar da var qızlar. Görürsünüz, nə gözəldir. Bunlar bizim qapıdandır, aşağıdakı qapıdan. İnşallah qismət olsa yuxarıya da istəyirəm. Amma hələ imkan yoxdur. Qapı ən axırıncı yerdədir. Hələ bizim görüləcək çox işlərimiz var. Belə. İşte bu qədər. Baxın, belə qapılar da var. Qapının qulplarına, ağ qapının qulpunu da alıb dəyişmək də olar sonradan. Hər modeli var. Bizim qapının qulpları xoşuma gəlmir. Əslində bu qulplar gedər ona, bunlar qəşəkdir. Qızılı rəngi də var hələ bu da qızlar, baxın. O da qəşək görsənir.
Burası dolduran pişiriyorsun. Mesela çiçek yememişsin. Pişiriyorsun. Kızlar taxtalarımızı aldıq, gəldik. Xeyirli olsun inşallah bizə. Allah güc qüvvət versin. Allah özü yetirsin inşallah. Az da olsa, bir də olsa heç olmasa düzəltdirək evimizi, eşiyimizi. Belə çəkdiklərimi elə belə çəkdim qızlar. Yenə dediyim kimi taxta almağa getmişdik. O başqa materiallar da elə belə çəkdim ki, bəlkə kimsə baxmaq istəyər, görmək istəyər. Belə inşallah Allah qismət eləsin. Bizdə o qədər əskik gərək aynı oyunlar var ki, yəni bizə hələ material çox lazımdır da. Yəni suvaqdır, bildiyiniz qara suvaq. Hamamdır, ayaq yoludur. Onlar hamısı qara suvaqdır. Ora kafellər lazımdır. Nə bilim, nələr, yəni çox şeylər lazımdır. İnşallah Allah yetirsin. Biz də öz istədiyimiz yerə gələk çıxaq Allahın köməkliyi ilə. Belə qızlar bu qədər. İnşallah yaxşı olar. Allah böyükdür. Kartoflar balaca, ona görə kəsmədim, bütün qoydum. Qarışqa dərmanını götürəm qızlar. Sonra hər bir süpürürəm. Yenə yadımdan çıxır. Qarışqalar gəlir soğun üstünə.
Sen 90'dan al. 90. Burada ufam yok oluyor. Hələ dəyməyib də yarın xeyirində. Yok. Çok yatırımda seyrek zaten. Seyrek yatırımda yaksın. Kıymeyi de verir değil mi? Hələ də. Bu kadar nasıl oluyor? Xoş olsun. Ayran vereyim sənə. Tam orada yemirsən. Daha bir şey yok. Şöyle bekletin. Qızlar, biraz oturum sizinlə söhbət eləyək. Hər həftənin axırı qızlar YouTube-dan bizə bildiriş gəlir. Həmin bildirişdə nəyə görədir? Deməli, ona görədir ki, yəni kanalımda bir həftə ərzində nə qədər like gəlib, nə qədər yorum gəlib, nə qədər izlənmə gəlib. Bunu həftənin axırında YouTube bizə göndərir ki, yəni kanalınızda bu qədər izlənmə, bu qədər nə bilim yorum sayısı var. Keçən həftənin vloqlarında baxdım ki, 126 nəfər mənim vloqlarımı paylaşıbdı. Orada hər bir şey bizə gəlir. Yəni xəbərdarlıq olunur ki, kimlərsə sizin vloqlarınızı paylaşıbdı. 126 nəfər. Mən buradan həmin 126 nəfərə çox təşəkkürümü bildirirəm. Sağ olun, var olun. Yəqin ki, mənə dəstək niyyətindən, dəstək məqsədi ilə paylaşmısınız. 126 nəfərə paylaşılanda da qızlar, oradan da abunələr artır, oradan da abunə sayı gəlir, izlənmələrim də çox olur. Bu da o deməkdir ki, mənə dəstək olursunuz. Yəni qabağa getməyə kömək eləyirsiniz. Allah hər birinizdən razı olsun. Sağ olun, var olun. Nə yaxşı ki varsınız, nə yaxşı ki mənimləsiniz. Hər birinizə təşəkkür eləyirəm qızlar. Həqiqətən də o rəqəmi gördüm, çox sevindim ki, yəni görürəm ki, maşallah, yəni baxış var. Bir də sizə nə deyim qızlar, baxış sayı məndə niyə azdır? Əslində, yəni bizdə bilirsiniz də, indi çox təmirli yer olmadığı üçün insanlar da nə qədər baxmalıdır ki, betonu süpür hər gün qoy. Mən özüm də bilirəm bunları, əlbəttə ki, başa düşürəm. Amma neyniyim? Yəni olanımız budur. Əlimdən gələn qədər çəkiliş eləyirəm. Çəkiliş etməyəndə kanal geri düşür. Çəkiliş edəndə də ki, yəni təkrar. Onsuz da bizim həyatımız təkrardan ibarətdir. Səhər dururuq, yığışdır, bişir, düşür, yeyat. Yenə eyni bu işlər hamısı, yəni təkrarçılıq həyatımızda var da. Ona görə də mən də vallah çalışıram, çabalayıram ki, həmişə yenilik olsun, sizlər üçün yeniliklər çəkim. İnşallah ki, təmirimiz başa çatar. Allahın köməkliyi ilə xoş görüntülü videolar çəkərəm. Belə, tək sağlıq olsun, salamatçılıq olsun. Yəni mən demişəm də, laf təkrarçılıq da olsa, nə də olsa, inşallah ki, qızlar, yəni Allah güc qüvvət versin. Yəni vloqlara ara vermək istəmirəm. Baxan da sağ olsun, baxmayan da sağ olsun. Allah hər kəsin ürəyinə görə versin. Yəni mən bilirəm ki, mən burada gözəl izləyicilərim var. Beton da olsa, nə də olsa, yəni onlar istəyirlər ki, yəni nə olur olsun bizə qəbuldur. Allah razı olsun qızlar, çox sağ olun, var olun. Belə qızlar, bu günlük bu qədər olsun. İnşallah çalışaram. Yeni vloqlar çəkim, maraqlı vloqlar çəkim. Siz də mənə dəstək olduğunuz üçün çox sağ olun, var olun. Əlbəttə ki, gərək belə gündə dəstək olasınız ki, mən də qabağa gedib, heç olmasa nəsə bir şeylər, yeniliklər eləyə bilim. Sağ olun, var olun. İnşallah yeni vloqlarda görüşərik.